Və həmçində insan oruç tutması ilə böyük faydalara yaxınlaşmış olur. Böyük faydalar əldə edir. Onlardan demək olar ki, birincisi insan öz nəfsini sındırır. Yeməyi, içməyi və qadınlarla yaxınlıq etməyi tərk etdiyinə görə artıq insan özünü müəyyən bir nizam-intizama salır. O nizam-intizam ki, Allahın şəriətində gəlmişdir. Və artıq insan həm dünya işlərində, həm də dini məsələlərdə nizam-intizamlı olur. Çünki artıq öz nəfsinə qalib gəlmişdir. Və həmçinin qəlbi düşünməyə, zikr etməyə vaxt ayırır. Qəlbində düşünüb və zikr etməyə özü üçün vaxt ayırır. Ac olan insan və ya suzuyan insan və bilir ki, hal-hazırda o yeyə bilər, içə bilər, onun düşüncəsi ancaq o şeylər üçün olur. Və bu düşüncələr insanı həqiqi məqsəddən yayındırmağa müəyyən qədər səbəb ola bilər. Və həmçində o yeməklə, şəhvətlərlə vaxt itirə bilər. Amma orucda olduqda isə insan daha çox düşünür, daha çox təfəkkür edir, daha çox özü ilə qəflətdə qala bilir. Və həmçinin öz batininə, öz dərinliyinə düşə bilir. Və qəlbində olan xəstəlikləri yavaş-yavaş özü müalicə etməyə başlayır.